Selamun Aleyküm ve Rahmetullahi Şəmməm. Və aleykümselam və rəhmətullahi və bərəkətuh. Sual verən soruşur ki, namazda topuqları birləşdirmək barədə sünnədən hansı dəlillər var? Namazda topuqları və həmçinin çiyinləri birləşdirmək barədə hədislər çoxdur. Bunlardan biri Nu'man ibn Bəşirdən rəvayət olunur. Hədisi İmam Abu Davud rahimehullah rəvayət edir və səhih hədisdir. Şeyx Albani səhihləşdirir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir dəfə üzünü çevirdi namaz qılanlara və dedi ki, səhvlərinizi düzəldin. Əqimus sufufa. Və sonra dedi ki, Allaha and olsun ki, ya siz səhvlərinizi düzəldəcəksiniz, ya da ki, Allah Taala sizin qəlblərinizə ixtilaf salacaq. Və sonra ravi deyir ki, bundan sonra biz, yəni səhvdə dayananlar çiynini çiyninə, topuğunu da topuğuna birləşdirərdi. Yəni bu hədislərdən biridir. Həmçinin başqa hədislərdə var. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hər dəfə, yəni namaza duranda nə deyərdi? Deyərdi ki, şeytan üçün boşluqlar qoymayın. Səhvləri tamamlayın. Və la təd'u furucatin liş-şeytan. Və bu nəyi göstərir? Bu da göstərir ki, əgər boşluq varsa, demək ki, orada şeytana sən yer qoyursan. Və həmçinin qardaşlar, bu hədisdən nəyə diqqət eləyək? Fikir versinizmi? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurdu ki, dedi, ya səhvlərinizi düzəldəcəksiniz, ya da ki, Allah sizin qəlblərinizi ixtilaf sayacaq. İxtilaf, yəni fikir verin, adi səhvdə əyri dayanmaq qəlblərin ixtilaf, yəni müxtəlif olmasına, qəlblərə ixtilaf düşməsinə səbəbdir. O ki, qaldı digər məsələlərdə. Məsələn, bəzən görürsən, Ramazan ayında ixtilaf edirlər və s. Deyirlər ki, nə problem var? Kim istəyir orayla tutsun, kim istəyir burayla? Halbuki alimlər qeyd edir ki, məsələn, ölkə ilə gedin. Fikir verin, əgər səhvdə dayanmaqda, əgər sən biraz qabağa geçsən, biraz arxaya geçsən, Allah sənin qəlbinə ixtilaf, yəni müsəlmanlar arasında ixtilaf düşə bilərsə, görün indi bu cür mühüm məsələlərdə necə. Ona görə də çalışmaq lazımdır. Alimlər nəyi deyirsə, nəyi buyurursa ondan qırağa çıxmaq və demək olmaz ki, nə olsun, o rəydədir, bu rəydədir. Əgər alimlər deyirsə ki, olmaz ixtilaf, məsələn, ay məsələsində mən hələ belə bir alim eşitməmişəm, desin ki, problem deyil. Kim istəyir ölkə ilə tutsun, kim istəyir qonşu ölkə ilə tutsun. Belə şey deyən yoxdur. Alimlər yekdilliklə deyirlər ki, cəmaat olun, parçalanmayın bu məsələlərdə. Mən fikri məsələləri demirəm, elə məsələlər var, fikri məsələlərdir, ixtilafdır, o heç. Amma mən deyirəm, o məsələlər ki, orada ixtilaf etmək olmaz. Yəni, bunu qeyd eləmək istədim mən, növbəti sual. Mən namaz qıldıqdan sonra kimsə mənə Allah qəbul etsin deyir. Və mən deyirəm ki, bu cür etmə. Çünki sahabələr belə etməyib. O isə mənə deyir ki, mən neynirəm ki, sadəcə dua edirəm. Belə insana necə nəsihət etməliyəm? Namaz bitirdikdən sonra, yəni hər dəfə fərz namazını bitirdikdən sonra bir-birinə çönüb Allah qəbul etsin, təqabbalallah demək, yəni bu gəlməyib sahabələrdən, nə Peyğəmbərimiz sallallahu əleyhi və səlləmdən, nə də onun sahabələrdən gəlməyib. Sadəcə kimsə deyirsə, deyilən əmin, Allah sənin namazını qəbul etsin. Problem yoxdur, dua elə. Lakin sonra izah elə ki, yəni bunu daim demək düzgün deyil. Yəni bu da duadır. Xüsusən də namazdan sonra edilən dua, yəni fərz namazdan sonra edilən dua qəbuldur. Sadəcə bunu daimləşdirmək olmaz. Yəni hətta bəzi ölkələrdə olmuşuq, yəni çönür sağına, soluna əllə də görüşür. Və ya durur, qucaqlaşırlar. Hətta elə firqələr var və yaxud elə ölkələr var, növbəyə, sıraya düzülürlər, bir-bir görüşürlər. Bunlar hamısı gəlməyib. Yəni, düzdür, bunlar zahirən baxanda gözəl əməl. Deyirsən ki, burada nə var ki, görüşürlər, salamlaşırlar, dua edirlər bir-birlərinə. Lakin bu gəlməyib, sünnədə gəlməyib. Ona görə əgər insan eləyirsə, bəzən deyirsə, problem yoxdur, dua eləyir, sən də deyir ki, Allah qəbul etsin. Lakin izah eləmək lazım, bu daimləşdirmək düzgündür. Bəzi adətlər var ki, cəmaat deyir ki, bizdə belə olub. Amma baxırsan, dinlə əlaqəsi yoxdur. Bu hallarda adətə yoxsa dinə baxmaq lazımdır. Adətlər dinlə əlaqəsi yoxdur, nə deməkdir? Yəni, dinə müxalifdir, yoxsa dinə müxalif deyil. Əgər müxalif deyilsə,
qayda belədir ki, o adətlər ki, dinə müxalif deyil, onları yerinə yetirmək olar, etmək olar. Dinə müxalif deyil. Məsələn, tutaq ki, bizdə nişan edirlər. Və yaxud xınayaxda edirlər və yaxud müəyyən adətlər var. Bunlar İslam dininə müxalif bir şey deyil. Və yaxud sünnət etdikdə uşağı qonaqlıq verirlər. Bu İslam dininə müxalif bir şey deyil. Əksinə sən onu əqiq elə, əqiq məclisi kimi. Həm uşağı sünnət olunur, həm də əqiq məclisi kimi təqdim elə. Yəni o adətlər ki, sözüm onlar ki, qayda belədir. O adətlər ki, İslam dininə müxalif deyil, o adətləri yerinə yetirmək olar. O adətlərdə bir qəbahət yoxdur. Lakin o adətlər ki, İslam dini onu qadağan edir, çəkindirir və yaxud o əməllərdə hansısa bir dinə müxalif olan bir əməllər var, onları yerinə yetirmək olmaz. El içində biabır olmayaq deyib, dünyasını dəyişən yaxını üçün mərmərdən qəbir daşı qoymaq İslam dinində düzgün sayılırmı? Qardaşlar, ümumiyyətlə qəbir məsələsində İslam dinimiz bütün məsələlərdə orta yol olduğu kimi qəbirlərə münasibətdə də orta yol tutub. Yəni, qəbirləri alçaltmaq da olmaz. Məhz buna görə dinimiz qəbirlərin arasında ayaqqabı ilə gəzməyi qadağan edib. Bəyənilmir. Qəbirlərin üstündə oturmaq olmaz. Ayaqla çıxmaq olmaz. Qəbirlərə hansısa bir alçaldıcı bir hərəkət etmək olmaz. Natəmiz bir şey atmaq olmaz və s. Bunlar nədir? Qəbirlərə hörmət. Lakin həddi də aşmağa icazə vermir. Həddi aşmaq olmaz. Həddi aşmaq da nədir? Qəbirlərin üzərində tikili tikmək, qəbirləri yüksətmək, həmçinin yüksək mərmər qoymaq. Yəni, qəbir baş daşı bir qarış olmalıdır. Yəni, bir qarış harasa 20 santimetr bundan yüksək olmaz. Bütün qəbirlər də bərabər olmalıdır. Onun görə İslam dini olmaz. Yəni, nə deyir qonşular? Ölən yaxını üçün mərmərdən... Yox, deyir ki, nə deyir? Biabır olmayan. Bu biabırçılıq deyil, qardaşlar. Bu biabırçılıq deyil. Qoy cəmaat nə deyir desin. Baxın, gedin Bəqi qəbristanlığına baxın. Bəqi qəbristanlığında ümmətin ən xeyirliləri yatır. Sahabələr, həmçinin onlardan sonra gələn tabiinlər. Baxın, görün onların qəbrində belə bir şey varmı? Osman radiyallahu anh qəbri, həmçinin Peyğəmbər Əhl-i Beytinin qəbri. Gedin, baxın. Xeyr, belə şey yoxdur. Həmçinin Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir hədisdə, səhih hədisdir. Ali radiyallahu anhunu göndərir və nə deyir? Deyir, get Mədinədə nə qədər yüksək qəbir varsa onları düzəlt. Yəni, bərabərləşdir. Yəni, o demək deyir, sök dağın. Bərabər elə. Qoyma yüksək. Yəni, qəbirlərin biri digərindən hündür olmamalıdır. Yəni, səbəb nədir? Səbəb odur ki, bu ümmətə, ümumiyyətlə, bəşəriyyətə şirkin daxil olması məhz qəbirlərdən başlayıb. Əgər bir insanın qəbri alçaq, digərinki üzərində bir tikili varsa, bilirlər, yəqin bu insan xüsusi bir insan olub. Və nə olur? Başlayırlar təzim. Təzim var. Və bu gətirib nəyə çıxarda bilər? Şirkə çıxarda bilər. Ona görə də bu heç də hörmətsizlik deyil. Bu əksinə sünnəyə tabiçilikdir. Əgər sən vəfat edən bir insanın qəbrini sünnəyə uyğun eləmisənsə, o halda bu heç də insanlara fikir vermə. İnsanların ağzını olsa yummaq olmur. Buna yox başqa bir şeyə deyəcəklər. Aydın oldu. Ona görə də lazım deyil belə şeylər. İnsanların dediyinə fikir vermək lazım deyil. Allahın razısını qazanmaq lazımdır. Sənə əsas olan odur ki, orada yatan insana yaxşı olsun. Onun üçün nəsə bir edəsən, bir şey edəsən. Əksinə ola bilər, sənin bu əməlin ona əzab verməyinə səbəb ola bilər. Əgər vəsiyyət edibsən. Çünki Peyğəmbər nə deyir? Deyir, həqiqətən meyyit ölü sahibinin dediyi bəzi sözlərə görə və yaxud etdiyi əməllərə görə əzab verilir ona, əgər vəsiyyət edibsə. Ona görə belə şeylərə fikir vermək lazımdır. İnsanların sözünə yox, Allahın razılığına önəm vermək lazımdır. Bütün məsələlərdə. Bəzən elə olur ki, Əşəmən, başa salırıq, atası ölüb. Deyir ki, bilirəm, sadəcə cəmaata görə eləyirəm. Bu halda o
onun əvəzinə nə etsə yaxşıdır ölən yaxını Bax, üçün? o mərmərin qiyməti məsələn nə qədərdir? Tutaq ki, 3000. 3000. 3000-ə o gedib atası üçün bir ümrə eləyə bilər. Məsələn, atası üçün bir quyu qazdıra bilər. Atası üçün bir savab əməl, axar sədəqələr var da, hansı ki, qiyamətə qədər ona savab yazıla bilər. Kitab, Quran çap edib paylaya bilər, məscidə yardım edə bilər. Yəni, bu əməllər etsə, onun ölü sahibi üçün daha faydalıdır o mərməri ora qoymaqdan. Sonuncu sual. Deyilir ki, heç kim əmələ arxalanmasın. Ancaq bunu eşitmişik ki, əməli vasitə tutmaq olar. Bu ikisini necə cəm etmək lazımdır? Bəli, biz qeyd elədik ki, hədislərdə heç kim əməlinə görə cənnətə girməyəcək. Yəni, əməlinin qarşılığında girməyəcək. Amma əməl səbəbdir. Salih əməllər səbəbdir. Ki, Allah Quranda möminlərə deyir ki, etdiyiniz salih əməllərə görə girin cənnətə. Lakin bu əməllər cənnətlə, yəni cənnətin müqabilindədirmi? Yəni xeyr, Allahın rəhməti. Hətta sahabələr soruşurlar ki, ey Allahın elçisi, hətta sən öz əməlinlə girməyəcəksən, deyir, hətta mən. Yalnız Allah məni öz rəhməti ilə əhatə etməsə. Əməl səbəbdir, lakin qarşılığı deyil. Allah o əmələ görə daxil edir insanı, lakin öz rəhməti ilə. O əməl bəs eləmir. Suallar bu qədər yaşamam. Allah razı olsun. Allah bize eşitli faydalandırsın. Və sallallahu aleyhi ve sellem Muhammedin və alə alihi və səhbihi.